Uşaqlarda eşitmə azlığı çox önəmlidir biz qulaq-burun müasir həkimləri üçün. 3 və 15 yaş arası uşaqlarda daha çox rast gəlinir. Vaxtında müdaxilə olunmazsa, uşaqlardakı inkişafına, bu həm beyin inkişafı olar, həm üz inkişafı olar, bunlara mənfi yöndə təsir eləyir. Uşaqlarda olan bu eşitmə azlığının ən çox səbəblərindən biri orta qulaqda maye yığılmasıdır. Bu maye yığılmasını endoskopi müayinə ilə təbil pərdəsinin daha da deforma olduğunu ya da dəyişdiyini görə bilirik və eyni zamanda bu uşaqlarda adenoid dediyimiz artıq xəttinin çox böyük olduğunu görürük. Əgər vaxtında müdaxilə olunmazsa, bu eşitmədə azlıq uşaqlarda davranış dəyişikliklərinə yol açır və bu davranış dəyişikliyi də onların bir şey qazanma, yəni həm dərs olsun, həm inkişafları olsun, onlara mənfi yöndə təsir eləyir. Vaxtında müdaxilə ilə bu eşitmə azlığının tamamını sağlığına qavuşdura bilirik.